Yeni araşdırmaya görə oturaq həyat tərzi təkcə fiziki sağlamlığa deyil, həm də beynin quruluşuna mənfi təsir göstərir. News 24 xəbər verir ki, Vanderbilt Universiteti, Pittsburgh Universiteti və Seoul Milli Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda 50 yaş və üzəri şəxslərin oturma müddəti ilə beyin sağlamlığı arasında əlaqə incələnib. Mütəxəssislər qeyd ediblər ki, hərəkətsiz həyat tərzi Alzheimer və digər demans növləri ilə əlaqələndirilə bilər. Onlar bildirilib ki, yalnız fiziki məşqə kifayət etmir. Gün ərzində oturulan müddətində azaldılması vacibdir. Araşdırma çərçivəsində yaşı 50-dən yuxarı olan 404 könüllü iştirakçı bir həftə ərzində taxdıqları sensor cihazlarla izlənilib. İştirakçıların 87%-i həftəlik tövsiyə olunan fiziki aktivlik norması olan ən azı 150 dəqiqəlik məşqi yerinə yetirsə də, gün ərzində daha uzun müddət oturan şəxslərdə beyin həcminin kiçildiyi müşahidə olunub. Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incələmə qeydə alınıb. Bu bölgə Alzheimer xəstəliyində ilk zədələnən beyin sahələrindən biri kimi tanınır. Mütəxəssislər tövsiyə edirlər ki, günün çox hissəsini masa arxasında keçirən və ya ümumilikdə oturaq həyat tərzi sürən insanlar oturma müddətlərini azaltmağa yönəlmiş tədbirlər görməlidirlər.